elə dava var ki, Azərbaycan miqyasında özünü təsdiq edir. Türkistanda olur, elə davamızda olur, Türkiyə miqyasında olur. Belə davamız da var Orta Doğuda, davamız var Qafqazlarda. Bunların hər birində də ayrı-ayrı problemlər yaşayırıq, amma mahiyyət eynidir. Tək bir mahiyyət, Azərbaycan, Türkiyə bir arada olmaz. Siz diqqət edirsiniz, Milli Şuranın və Ramiz Ənvəroviç terror təşkilatının formalaşmasında olan bütün qüvvələr Azərbaycan Türkiyə birliyinin qarşı olanlardır. Həm Moskvada olan çətələşmə, həm buradakılar. Hamısı Türkiyə-Azərbaycan birliyini istəməyənlərdir. Yalançı Avro-Atlantikçilər, yalançı Avropaçılar, Putinin, Primakovun uşaqları, Ruşaylanın uşaqları, Patruşevin uşaqları, Lavrovun uşaqları hamısı buradadır. Tək məqsəd Azərbaycan-Türkiyə arasında birlik olmasın. Niyə? Azərbaycan-Türkiyə arasında birlik olan kimi Qarabağ çözüldü, doğrudurmu? Amma bunlar nə istəyirdi? Qarabağı ermənilərə versinlər. Qarabağsız Azərbaycan. Siz bilirsiniz, bu haqda hətta bugün məşhur cəzaevində yaşayan Yaqublu, qazi deyirlər, həbsdə olan. Tofiq Yaqublu. Tofiq Yaqublu'nun da açıqlaması hələ o vaxt var idi. Qarabağın status verilməsindən bağlı, erməniləri idarəçiliyindən keçməsindən bağlı. Hələ qazi olan bir Milli Şuranın aparıcısının verdiyi açıqlamaya baxaydınız. O zamanın partiyalarına baxın, Zahir bəy. Beynəlxalq təşkilatlar qarşısında Qarabağın müharibə yolundan həll edilməsinin mümkünsüzlüyü ilə bağlı sazişə imzalayanlardır, hamısı. Bunlar Qarabağın azadlığını deyil, Qarabağsız Azərbaycanda Biden demokratiyası, Putin işbirlikçiliyini seçənlərdir. Amma təbii ki, Qarabağın azadlığı Türkiyə-Azərbaycan birliyindən gerçəkləşibsə və onun da təbii ki, liderliyini Azərbaycan Cumhurbaşqanı Sayın Əliyev edibsə və belə bir durumda və nəticədə Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevin hakimiyyətdən getməyinin mümkünsüzlüyünü görərək 2025-ci ilin əvvəllərində, 2024-ün sonunda terror aksiyası gerçəkləşdirib, fiziki cəhətdən aradan götürərək kirli niyyətlərini həyata keçirməyi özlərinin amacı seçiblər. Bu gün də Azərbaycan-Türkiyə birliyindən Qarabağın azadlığının gerçəkləşməsinə baxmayaraq, Azərbaycanın bütün müxalif elitası, Azərbaycan iqtidarında böyük əksəriyyət hələ də Türkiyə qarşı od püskürür. Hələ də Türkiyəni lənətləyirlər. Hədəf Erdoğandır. Hətta söyürlər medialarında, ayrı-ayrı şəxsilərin açıqlamalarında. Diktator deyirlər. Azərbaycan Türkiyə birliyi olmasın. Sayın Erdoğandan Qarabağın azadlığının qisasını istəyirlər. Sayın Əliyevdən Qarabağın azadlığının qisasını almaq istəyirlər bunlar. Və ona görə də bu güclər küresel bir güc olduqlarına görə onların Türkiyədə də yapılanmaları Azərbaycanda olan yapılanmalarına eynidir. Türkiyədə FETÖ, Azərbaycanda METÖ eyni xarakteridir və eyni tərkiblidir. Hər ikisinin amacı Azərbaycan və Türkiyəni üzə qoymaq, İslam dünyasında məzhəbçiliyi qarşı durmaya çevirib, düşmənçiliyə gətirmək, küresel mafiyanın Orta Doğuda və Qafqazlarda maraqlarını təmin etmək və Rusiya ilə uzlaşmaq. Qafqazları və Orta Doğunu küresel mafiya ilə Rusiyanın ortaq bir şirkətinə çevirmək. Ona görə Azərbaycanda olan dövlət çevrilişlərinin hər birində Batı dünyası, Netanyahu dünyası, PKK, küresel mafiya Rusiya ilə bir yerdədir. Rusçu qüvvələrlə Batıçı qüvvələr adı altında tanınanlar məhz bu xarakterlərinə görə birləşmirlər. Türkiyədə də diqqət edirsiniz, bunların FETÖ'dan sonra, Fəthullah'dan sonra daha doğrusu üzdə olan liderləri İmamoğlu. Bunların hamısının İmamoğlu ilə işbirliyi var. İmamoğlu bugün cəzaevindədir, bunlar da yavaş-yavaş cəzaevinə bir transfer eləyirlər. Dövlət ağlımızla oynadıqlarına görə cəzalanırlar. Bağımsız hür Azərbaycan və Türkiyə uğrunda mübarizəmizdə bizə qarşı olduqlarına görə cəzalanırlar və onların da böyük əksəriyyəti bugün
Türkiyədə oturaraq olmayan bir cinayəti, olmayan bir siyasəti Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevin əleyhinə yayırlar və yazırlar. Vaxta yəqin ki, bu yaxınlarda Azərbaycan Cumhurbaşqan Yardımcısı Hacıyevin bir açıqlaması da olmuşdu. Türkiyə mediasında Azərbaycana qarşı qeyri-etik yazılara və davranışlara görə bir açıqlama da vermişdi. Açıqlaması var idi, yayıldı da özləri. İndi düşünün ki, hələ Hikmət bəy o açıqlamanı verəndə bugünkü qədər yüksək maştablı və yüksək ranklı fiqurlar ortada yox idi. Amma bugün daha da həyasızlaşırlar Zahir bəy. Güva İlham Əliyev sərəncam verib. Mətbuatda yazdıqlarına baxın ha. Azərbaycanda İsrail həftəliyi keçirilir. Halbuki elə şey yox. Dəhşət deyib. Bunu yazan kimdir Zahir bəy? Türkiyədə özəlliklə Əl-Cəzirə və digər ərəb televizyonlarında çıxış edən Ortadoğu uzmanları. Və eyni zamanda sosial medyalarda çox tanınmış adamlar. Onların da biri tamamilə anti-Türk kafalı, Türkiyə-Azərbaycan düşməni Cahid Tuz adlı birisidir. Cahid Tuz həm Türkiyə ictimaiyyətinin müəyyən qismində tanınır və özünü Sayın Erdoğanın şəkillə arxasında gizlədir. Azərbaycan düşmənçiliyi eləyib, Azərbaycan Cumhurbaşqanı təhqir eləməkdən vaz keçmir. Mən Bu adamdır da. Bəli. Ya orada o birinci. Birinci. Elə bu da odur da. Budur mu? Elə burada yəqin onun körpəliyidir. Onun böyüklüyünü göstər. Bəli. Budur. Bu. Bəli. Alıblar yanlarına şərşəbədə yazılar və Türkiyə kamuoyunda üfürürlər. Mən də onlara qarşı böyük bir açıqlama verdim. Gördüm mən sizin o bəyanatınızı. Sərt mövqelər sərgilədiyi Zahir bəy və eyni zamanda mən hər kəsə bildirmək istəyirəm. Türkiyə-Azərbaycan birliyinə qarşı nə varsa, onların qarşısında mən varam. Budur Cahid Tuz. Bax, dəyərli Bəli, Cahid Tuz. Tanımıram. Hələ onun qulbeçələri var. Bir neçə Mustafalar. Onlarla da bağlı danışacağım. İnanıram ki, AK Parti bunların cəzasını verəcək. Bunlar AK Partinin içərisində gizlənmiş şarlatanlardır. O parti də təmizlənəcək. Necə ki, Azərbaycanda Yeni Azərbaycan Partisi təmizlənəcək. Ramiz Ənvəroviçlikdən xilas olacaq. Onun kimi də AK Parti Fəthullahın uzantılarından xilas olacaq. Bunlar hələ də kripto olaraq gizlənib, Azərbaycan açıq-açığına hədəf alıb, Türk dünyasına qarşı fəaliyyətdədirlər. Mən baxdım, o sizə bir neçə suallar cavablandırmışdı və Candar bəyin cavabı doğrudan mənim çox xoşuma gəldi. Sən get bu soruları Cumhurbaşqanımız Erdoğandan sor, o sənin cavabını yaxşı verəcək. Çox gözəl cavab vermişdiniz ona, həqiqətən. Bugün Sayın Əliyevlə Sayın Erdoğan arasında çox sıcaq işbirliyi var. Azərbaycan, Türkiyə dərindən-dərinə bir işbirliyindədirlər. Dış güclərə qarşı ortaq mübarizə aparırlar. Sən özünü Sayın Erdoğançı kimi göstərib Sayın Əliyevi vurursan. Necə ki, Azərbaycanda Azərbaycan qəzetinin baş yazarı Bəxtiyar Sadıqov, eləmi? Özünü Azərbaycan Cumhurbaşqanının ən yaxın adamı kimi qələmə verərək keçən yay ayında Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı Sayın Erdoğan haqqında əxlaqa sığmayan bir yazılar yazmışdı. Hələ də oturur yerində. Hələ də o postda Ramiz Ənvərovun uzantıları onu himayə eləyir. O adam özünün başına güllə vurub öldürməliydi o yazıdan sonra. Amma hələ də gözümüzün içindədir. Azərbaycan parlamentinin qəzetinin baş yazarı olaraq fəaliyyət göstərir. Bax, bu cür adamlar, bu cür şarlatanlar həm Türkiyədə Cumhurbaşqanımız Sayın Erdoğan'ın arxasında gizlənib güllə atırlar. Azərbaycanda da Sayın İlham Əliyevin arxasında gizlənərək Sayın Erdoğan'a güllə atırlar. Bax, bu cür şarlatanlar Zahir bəy, Ramiz Mehdiyevin dövlət içərisində vəzifədə olan, görevlər içərisində olan təşkilatının figurları da hamısı onlar ortaya çıxmalıdır. Necə ki, onların bir dənə oliqarxı Azərbaycan bir sənətçisini, bəstəkar mahnılarını oxuyanı çıxardıb Atatürk'ü təhqir etdirirdilər. Nuri Paşanı təhqir elətdirirdilər. Xatırlayırsınız? Sayın Erdoğan'ı təhqir elətdirirdilər həmin zamanda. Həmin şarlatanlardır. Hələ də Ramiz Ənvəroviçin oğlunu yanlarında gizlədənlər, onu himayə eləyənlər, o da Patruşevlə bir yerdə
dərs alır, Azərbaycana rəhbər gəlir.